Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Funksiyalar və qrafiklər mövzusunun izahı ilə qarşınızdayım. Gəlin əvvəlcə funksiyanın nə olduğu ilə tanış olaq. Deməli, bu şəkildə x və y dəyişənlərini verirəm. X dəyişənlərində müəyyən x-lar olur. x1, x2, x3, eynisi ilə y1, y2, y3 və s. şəklində dəyişənlər yazılır. Hər bir x dəyişəninə mütləq ki, y fəzasından, belə deyək ki, y-lər çoxluğundan müəyyən bir y uyğun gəlməlidir. Yəni, bu şəkildə olan asılılıqlara funksiya deyilir. Funksiyanın asılılığı y bərabərdir. Tutalım ki, 2x üzərinə gəlinsin 5. Y bərabərdir x plus 3. Y bərabərdir 3x minus 7 və s. şəklində ola bilər. Sadəcə bu şəkildə də y bərabərdir x-da yaza bilərik. Bir asıllığın funksiya olması üçün mütləq ki, burada y dəyişəni iştirak etməlidir. Məsələn, mən yazsam ki, y bərabərdir 5, bu da müəyyən sabit bir funksiya olacaq. Amma əgər x bərabərdir 4 və yaxud da x bərabərdir 6 şəklində bir asıllıq yazsam, bu asıllıq artıq funksiya olmayacaq. Və belə bir şey də qeyd etmək istəyirəm ki, 1x-a yalnız və yalnız 1y uyğun gəlməlidir. Tutalım ki, belə bir formada qrafik şəklində göstərsəm, 1x-a müəyyən bir y uyğun gəldi. Eyni ilə həmin bu x-a 3-ə deyəlim ki, buradan 2 uyğun gəldi, yenidən 3-ə 4 uyğun gəlmiş olsun. Baxın, bu şəkildə asılılığa biz funksiya deməyəcəyik. Yəni, bu şəkildə asıllıq funksiya adlanmır. Bir y-in bir neçə x-i ola bilər. Məsəl üçün, buradan 2-ni qeyd edeyim, -1 bu 2-yə uyğun gələ bilər. Burada məsələn, mən müsbət 3-ü götürsəm, bu müsbət 3 bu 2-yə uyğun gələ bilər və s. Bir neçə, bundan əlavə, yəni sonsuz sayda hətta x sadəcə 1y-ə tabe ola bilər, asılı ola bilər. Amma birinci halda göstərdiyim kimi 1x-a yalnız 1y uyğun gəlməlidir. 1y-ə bir neçə x uyğun gələ bilər. Bunu da bu cür yadda saxlaya bilərsiniz. Bundan əlavə bəzi terminləri qeyd etmək istəyirəm. Qiymətlər oblasti və təyin. Qiymətlər çoxluğu və təyin oblasti. Təyin oblast deyəndə yuxarıda qeyd etdiyim y bərabərdir. Tutalım ki, belə bir asıllıq yazım. Sadə asıllıq, yəni gözümüzün öyrəndiyi kx plus b şəklində bir asıllıq yazsam, bu asılılıqda x-in aldığı qiymətlər adlanır təyin oblastı. Təyin oblastı və d f şəklində ifadə olunur. Təyin oblastı budur. Yəni, asıllıq deyəndə sadəcə bunu nəzərdə tutmuram. Əlavə olaraq, məsələn, 2x bölünsün 4 üstə gəlinsin 7 kimi də bir ifadə yaza bilərik. Yəni, burada da x-in aldığı, ala biləcəyi bütün qiymətlər təyin oblastı adlanır. Bəs nədir qiymətlər çoxluğu? Qiymətlər çoxluğu isə y-in ala biləcəyi qiymətlərdir. Qiymətlər çoxluğu. Bütöv yazmıram. Və bunu da y, f şəklində ifadə edirik. Bu da dediyim kimi y-in aldığı və ala biləcəyi qiymətlərdir. Bundan əlavə funksiya haqqında qeyd edə bilərəm. Tək və cüt funksiyalar. Tək funksiyalar nədir? Bunu belə yadda saxlayaq. Tək funksiya deyəndə biz mənfi, müsbətli, tək və cüt funksiya deyəndə ağlımıza mənfi və müsbətlər gələcək. Əgər mən x-a mənfi bir qiymət qoysam, məsələn, x kiçikdir 0 olduqda, funksiyamın işarəsi də kiçikdir 0 olursa, eyni ilə x böyükdür 0 olduqda, y böyükdür 0 olursa, bu funksiya adlanır tək funksiya. Əksinə, x kiçikdir 0 olsa da, y böyükdür 0, x böyükdür 0 olsa da, y böyükdür 0 şəklində alırsa funksiyamız, bu adlanır cüt funksiya. Buna nümunə olaraq, məsələn, modul funksiyasını göstərə bilərəm. Məsələn, y bərabərdir modulda x. Mən burada x-a mənfi də versəm, müsbət də versəm, nəticə müsbət olacaq. Bu tipli funksiya adlanır tək funksiya. Və yaxud da x bərabərdir, sadəcə y bərabərdir, sadəcə x olarsa,
X-a mənfi yazsam, y mənfi, X-a müsbət yazsam, X müsbət olacaq. Bu da adlanır tək funksiya. Birinci göstərdiyim cüt, ikinci göstərdiyim isə tək oldu. Deməli, belə yadda saxlayırıq qısa olaraq. X-in işarəsindən asılı olaraq y-də eyni işarəni alırsa, bu funksiya adlanır tək funksiya. X-in işarəsindən asılı olmayaraq hər zaman müsbət qiymətlər alan funksiya isə adlanır cüt funksiya. Buna da kvadrat funksiya, modul funksiya, məsələn, cüt dərəcəli funksiya, məsələn, y bərabərdir x üstü 6, x üstü 10 tipli bütün funksiyalar adlanır cüt funksiya. Bunu qrafik üzərində necə göstərə bilərik? Bəs tək funksiya dedim ki, x mənfi olarsa y də mənfidir. X-in mənfi olduğu hissə bura, y-in mənfi olduğu hissə buradır. Yəni, hər ikisinin mənfi olduğu rüb 3-cü rübdür. Hər ikisinin müsbət olduğu rüb də 1-ci rübdür. Baxın, gördüyünüz kimi bu formada 1-ci və 3-cü rüblərdən keçir. Yəni, koordinat başlanğıcına nəzərən simmetrikdir. Bu formada da ola bilərmi? Ola bilər. Yəni, ola bilər ki, x-a mən mənfi verdikdə müsbət olur, müsbət verdikdə mənfi olursa, artıq bu da x-in işarəsindən asılı olaraq dəyişir deyə bu da tək funksiya adlanır və buyurub görə bilərsiniz ki, bu da koordinat başlanğıcına nəzərən simmetrikdir. Bəs cüt funksiya, modul funksiyanı bilirik ki, məsələn, bu formadadır. Düz çəkə bilmədim. Bu formadadır. Bax, görürsünüzmü? Ancaq x nə olur olsun, x-in mənfi tərəfində də, müsbət tərəfində də y ancaq və ancaq müsbətdir. Bu adlanır cüt funksiya və cüt funksiya ordinat oxuna, yəni o y oxuna nəzərən simmetrik olur. Bunu parabolanda, yəni kvadratik funksiyanı da göstərmək olar. Bu şəkildə çəkib göstərə bilərik. Bundan əlavə nümunə olaraq bir-iki şey qeyd etmək istəyirəm və tutalım ki, bizə verilib ax üstü 5 üzərinə gəlinsin a plus 9 x üstü 4 üzərinə gəlinsin x-in kubu. Məsələn, deyir ki, belə bir funksiya verilib və bu funksiya tək funksiyadır. Bizdən də soruşur ki, a-nın hansı qiymətində, yəni bu funksiyamız tək funksiya olacaq. Tək funksiya olması üçün, baxın, buradakı bu cüt dərəcə x-in işarəsini mənfi olsa müsbətə çevirir. Yəni, bu tək dərəcələr onsuz da dəyişə bilmir də, mənfidirsə mənfi, müsbətdirsə müsbət qalır. Amma bu cüt dərəcə mənfini müsbət eləyəcəyi üçün mən ondan qurtulmalıyam. Ona görə də onun qarşısındakı vuruğu mən 0-a bərabər götürəcəm. Buradan da a olur mənfi 9. Əgər burada sabit bir hədd olsaydı, tutalım ki, əlavə olaraq verilmiş olsun b minus 5. Bu zaman bu sabit olan həddi də mən 0-a bərabər eləməliyəm ki, cüt dərəcəli heç nə qalmasın. Yəni, bu sabit hədd nədir? Məsələn, 2x üstü 0-dır. Bu 0-dakı cütlərə daxil olduğu üçün mən bunu da cüt dərəcəli əmsal qəbul edirəm və bunu da 0-a bərabər eləyirəm. B-miz də olur 5. Bu da olur bu formada. Bundan əlavə bunu da qeyd edeyim ki, bəzən artan, azalan funksiya ilə tək və cüt funksiya qarışdırılır. Aralarındakı fərq nədir? Yəni, fərq böyükdür, eyni şey deyil. Bunlar əsla sadəcə olaraq bəzən şagirdlər bunu qarışdırır. Nə deməkdir funksiya? Tutalım ki, artan, azalan funksiya nə deməkdir? Tutalım ki, x verilib, x 1 olsun. Bu x1 kiçikdir x2-dən. Yəni, buna uyğun y1 və y2 qiymətlər də alır. x1-ə uyğun y1, x2-yə uyğun y2. Eyni ilə x1 kiçikdir deyə y1 də y2-dən kiçik olursa, bu funksiya artan funksiya olur. Yəni, x artdıqca artır, azaldıqca azalır. Bu adlanır artan funksiya. Əksinə, x artdıqca, yəni tutalım ki, x1 yenə kiçik olsun x2-dən, bu zaman y1 böyük olur y2-dən. Yəni, bu formada olarsa, bu adlanacaq azalan funksiya. Azalan, bu da artan. Artan və azalan funksiyalar haqqında bunlardır. Bizim diqqət eləməli olduğumuz, yadda saxlamalı olduğumuz bir məqam daha var. Sabit funksiyalar tək və cütlüyünü bayaq qeyd etmədim, indi deyim. Sabit funksiyalar cüt funksiyalardır. Bunu da unutmayaq. Ondan sonra bir də
bərabərdir 0 funksiyası deyək və bunun qrafikini qurub göstərmək istəyirəm. Qrafikini qursam, y bərabərdir 0, absis oxudur. Baxın, absis oxu ilə gedir. Baxın, görürsünüz, həm koordinat başlanğıcında nəzərən simmetrikdir, həm də o y-ə, yəni absis ordinat oxuna nəzərən simmetrikdir. Belə olan halda biz deyirik ki, bu funksiya həm tək, həm də cüt funksiya olur. Yuxarıda qeyd etməyi unutmuşdum. Deməli, bundan sonra bizim qarşımıza çıxa bilər nə? Funksiyanın tərsini tapmaq məsələsi. Nədir funksiyanın tərsi? Necə tapılır? Əslində funksiya çox geniş bir mövzudur. İncəlikləri də çoxdur. Sadəcə olaraq orta məktəbdə istifadə olunacaq, lazım ola biləcək məqamları qeyd etmək istəyirəm. Bir neçə də nümunə göstərəcəyim. Deməli, tərs funksiyanı qeyd edelim. Tərs funksiya y üstü -1 və yaxud da fx ilə yazırıqsa, fx üstü -1 şəklində olan funksiyadır. Funksiyanın tərsi deyəndə qiymətlər çoxluğu ilə təyin oblasti yerini dəyişir. Necə yerini dəyişir? Tutalım ki, məsələn, y bərabərdir 2x üstə gəlinsin 5 funksiyasının tərsini yaz desə mənə, x y-in yerinə, y isə x-in yerinə keçəcək. Olur, x bərabərdir 2y üzərinə gəlinsin 5. Amma biz öyrəşmişik nəyə? Y bərabərdir, yəni x-in nəyinəsə kimi göstərməyə. O zaman mən gəlirəm, neynirəm? Deməli, x bərabərdir 2y üstə gəlsin 5 yazmamışdım. Mən y-i təkləməyə çalışıram. Necə təkləyirəm? X minus 5 bərabərdirmi 2y? Buradan da y bərabərdirmi? X minus 5 bölünsün 2. Baxın, artıq mən bu funksiyanı yazmaqla y bərabərdir 2x plus 5 funksiyasının tərs funksiyasını qurmuş oldum. Və yəni bizdə burada istəyə bilər nəyi? Qiymətlər çoxluğunu və təyin oblastını tapmağımızı. Mən qiymətlər çoxluğunu tapmaq, onu görmək, təyin oblastını tapıb görmək, qiymətlər çoxluğunu tapıb görməyə nisbətən daha asandır. Məsələn, hansını deyə bilərəm? Nə oldu buna? Məsələn, tutalım ki, y bərabərdir 2x verilib. Baxıram ki, burada x-a mane ola biləcək nə var? Heç nə. X ürəyi istəyən bütün qiymətləri ala bilər. X ürəyi istəyən bütün qiymətləri alırsa, mən bunu 2-yə vuranda mənim y-im də ürəyi istəyən bütün qiymətləri alır. Deməli, bizim df-imiz, yəni təyin oblastımız mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şeyi alır. Eyni qayda ilə qiymətlər çoxluğumuz da mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şeyi almış olacaq. Bəs nə zaman əngəl yaranır? Tutalım ki, verilib y bərabərdir 5 bölünsün x minus 3 şəklində. Baxın, əgər mən bura x-in yerinə 3 yazsam, məxrəc sıfıra çevriləcək. Biz bilirik axı, sıfıra bölmə yoxdur. Və mən bunu bütün dərslərimdə də qeyd edirəm ki, əgər kök işarəsi varsa, kök altı bir ifadə varsa, bunu mənfidən qorumalıyam. Məxrəc varsa, məxrəci sıfırdan qorumalıyam. Ona görə mən əvvəlcədən bu misalı görər-görməz yazıram ki, x fərqlidir 3-dən. Baxıram, 3-dən fərqli hər hansı bir şeydə, məsələn, problem yaranırmı? Yaranmır. Sadəcə 3-də yaranır. Deməli, mən mənfi sonsuzluqdan 3-ə qədər hər şeyi ala bilirəm, 3-ü ala bilmirəm. Ona görə gəlirəm, mənfi sonsuzluqdan müsbət sonsuzluğa gedən yolumun üstündən 3-ü götürüb atıram. Yəni, mənfi sonsuzluqdan 3-ə qədər gəldim, 3-ü götürmədim. Təzədən yenə 3-ü götürmürəm. 3-ün deyək ki, üzərindən keçirəm və müsbət sonsuzluğa doğru yoluma davam edirəm. İndi burada təyin oblastını necə tapacağıq? Daha doğrusu, qiymətlər çoxluğunu necə tapacağıq? Baxıram, biraz qarışıq görünür. Əslində, bunu tapmaq olar, amma daha çətin versiyaları olacaq. Ona görə yolunu izah eləməyə çalışıram. Y bərabərdir 5 bölünsün 3 minus x funksiyası dedik ki, funksiyanın özüdür. Mən bunun tərsini tapsam və həmin tərs funksiyanın təyin oblastını tapsam, bu funksiyanın özünün qiymətlər çoxluğunu tapmış olacam. Ona görə yazıram, y bərabərdir 5 bölünsün, x bərabərdir, daha doğrusu çıxılsın, y çıxılsın 3.
Bunu hesablayıram. X, Y çıxılsın 3x bərabərdir 5-ə. Y-i təkləməyə çalışıram burada. X, Y bərabərdir 5 üzərinə gəlsin 3x, Y bərabərdir. Bunu biraz qabağa keçirim, daha qəşəng görünsün. 3x plus 5 bölünsün x. Baxın, burada artıq məxrəc sadəcə sıfırdan fərqlənir. Bu funksiya ilk yazdığım bu funksiyanın tərsidir. Mən bunun təyin oblastını hesablayıram. Mənfi sonsuzluqdan sıfıra qədər və sıfırdan da müsbət sonsuzluğa qədər təyin oblastı olur bunun. Bunun təyin oblastı bunun qiymətlər çoxluğu olduğuna görə elə bu aldığım mənfi sonsuzluq 0, 0 müsbət sonsuzluq birinci funksiyanın qiymətlər çoxluğu, yəni y-in ala bildiyi qiymətlər çoxluğu olmuş olacaq. Bundan əlavə baxın görün, bizə ehtiyacımız ola biləcək nələr var. Mürəkkəb funksiyanı qeyd etmək istəyirəm. Nədir mürəkkəb funksiya? Mürəkkəb funksiya o deməkdir ki, tam ki bir funksiya verilmiş olsun. Məsələn, necə bir funksiya? Fx bərabərdir 5x plus 7. Bir də jx bərabərdir 2x funksiyası verilmiş olsun. Mürəkkəb funksiya deyəndə bunu bu formada jx və yaxud da f OC fok kimi də oxuya bilərsiniz. X şəklində yaza bilərlər. Bunun ikisi də nə deməkdir? Bunun hər ikisi o deməkdir ki, baxın, bu funksiyada x-in yerinə jx-in qiymətlərini qoyun. Yəni, jx funksiyasını yazın. Yəni, məsələn, yazım göstərim. Necə olacaq? Deməli, f jx-da mənim x-im nə idi? 5x. 5 vurulsun, artıq x-in yerinə jx-i yazmaq lazımdır. Jx-imiz nə idi? 2x. Üzərinə gəlinsin, 7 də öz yerində qalır. Bu da bərabər olur 10x plus 7-yə. Yəni, bu fokla f jx eyni şeydir. Yəni, hər ikisi mürəkkəb funksiya deməkdir. Və burada demək istəyir ki, f-də f funksiyasında x-in yerinə j funksiyasının qiymətlərini qoyun. Biz burada jfx olmuş olsa, yenə eyni şey mi olur? Xeyr, eyni şey olmur. Gəlin baxaq necə. Bu səfər yazıram. 2x-da x-in yerinə 5x plus 7 yazıram. Yəni 2 vurulsun 5x plus 7. Bu da eləyir 10x. Niyə düşmür? 10x plus 14. Baxın, 10x plus 7 burada, 10x plus 14 isə burada alınmış oldu. Yəni, mürəkkəb funksiyada fjx ilə jfx eyni şey deyil. Yəni, hər ikisi fərqli-fərqli qiymətlər alır. Sonra danışa bilərəm nədən? Asimptotlardan. Nədir asimptot? Şaquli asimptot var, üfüqi asimptot var və maylı asimptot var. Hələlik şaquli və üfüqini qeyd edirəm. Bildiyim qədərilə maylı asimptot orta məktəb proqramında, yəni hal-hazırki proqramlarda məncə yoxdur. Olsa belə mövzuda izah edərəm, tam yadımda deyil. Deməli, şaquli asimptot nədir? Əvvəlcə şaqulun nə olduğunu, yəni şaquli formanın nə olduğunu yadımıza salaq. Baxın, bu formada. Görürsünüzmü? Burada x-i bölüb. O x oxunu bölüb. Yəni, bu o deməkdir ki, bir funksiya qiymət alır, gəlir də bu asimptota çatanda dayanır. Yəni, bu asimptotları bir növ sərhədlər kimi yadda saxlaya bilərik. Şaquli deyəndə bu formada, üfüqi deyəndə isə bu formada. Yəni, aşağı, yuxarı, indi sağ, sol məsələsi funksiyadan asılı olaraq dəyişə bilir. Yəni, məsələn, bayaq aldıq ki, funksiya necə idi, unutdum. Tamam ki, özümdən yazıram. Y bərabərdir 5 bölsün x minus 3 funksiyasında mən dedim ki, x fərqlidir 3-dən. Düzdürmü? Yəni, çünki məxrəci sıfırdan qorumağa çalışıram. Deməli, mənim asimptotum burada elə 3 olacaq. Yəni, x hər şeyi ala bilir, amma gəlir 3-də dayanır. 3-dən o tərəfə keçə bilir. Yəni, 3-ə ala bilmir də. Buna görə də bizim şaquli asimptotumuz olur bu formada. İndi qrafik bu formada olmayacaq. Yəni, burada qiymət alır. İndi hansı formada olur olsun, bunu qurmaq vaxtımı aparmasın deyə qurmam. Jx funksiyasında, daha doğrusu y funksiyasında mənim x-larım, bax, hər şeyi ala bilir. Sadəcə olaraq 3 ala bilmir deyə bu asimptot olaraq bu burada sərhəd şəklində durur. Eyni şey y üçün də keçərlidir.
Bayaq yoxladıq, y-i neçə aldıq? 0-dan fərqli aldıq, səhv eləmirəmsə. 0 da elə x oxunun üzərinə düşəcəyi üçün, bura düşəcəyi üçün bunun üfüqi asimtotu bu formada olur. Yəni gəlir, y hər qiyməti ala bilir. Sadəcə olaraq y bərabər 0 qiymətlərini ala bilmir. Bu da bizim şaquli asimtotumuz. Bir də period haqqında danışmaq istəyirəm. Period nədir? Fizikada tanışdı bu sizə fizikadan. Elə günlük həyatda da çox istifadə olunur. Məsələn, bir günümüz 24 saat ərzində period eləyir. Dövrü budur. Bir ayımız 30 gün, bir həftəmiz 7 gün şəklində dövr eləyə gedir. Və belə bir şey olsa, məsəl üçün, qeyd edeyim bunu. F tutalım ki, 2 bərabərdir 8 desin. 8 deməsin, 10 desin. Deyəlim ki, F2 10'dur və bizim periodumuz olsun nə? Deyək ki, periodumuz da olsun 5. Yəni, hər 5-dən bir dönür gəlir, yenə 10 alır. Hər 5 vahiddən bir dönür gəlir, yenə 10 alır. Yəni, məsələn, F7 də 10'dur. F7-nin üstünə gəlirəm, 12 də 10'dur. Məsələn, çıxa da bilərəm. F-3 yazsam, 2-dən 5'i çıxsam, yaza bilmirəm. F-3 də 10'dur. Yəni, bu bunu demək istəyir ki, dövr bu şəklindədirsə, F2-ni bilirəmsə, 2-dən məsələn 5-5 aşağıda gedə bilərəm, yəni solda gedə bilərəm ədəd oxu üzərində, sağa da gedə bilərəm. Hər 5 vahiddən bir təkrarlanır, 10 qiymətini alır. Bundan əlavə nəyi qeyd edə bilərəm? Bir saniyə, toplu gətirim, topludan suallara baxaq. Funksiyalar və qrafiklər mövzusunu açım. Davam edə bilərik. Deməli, topluda belə bir sual var. Məsələn, verib ki, bizə y bərabərdir 7x üzərinə gəlsin 21 düz xəttinin o x oxu ilə kəsişməsi. İndi özümdən bir qrafik qururam. Məsələn, təxminən qururam da, tam qurmayacağam. Tutalım ki, belə bir funksiya verilib, belə getsin məsələn. O x-la kəsişməyə baxın. Hardadır? Burada. Burada x müəyyən bir qiymət alır. Amma y-in aldığı qiymətə baxın. Y nədir? 0. Deməli, o x oxu ilə kəsişmə dedikdə y-i 0-a bərabər götürəcəyik. Yəni 0 bərabərdir 7x üzərinə gəlsin 21. Buradan da hesablayıram ki, 7x mənfi 21, x-imiz də olur mənfi 3. Deməli, mənfi 3 nöqtəsində bizim funksiyamız absis oxu ilə kəsişmiş olacaq. Yəni, o x oxu ilə mənfi 3'ü buradan yazıram və bu formada təxminən bir qrafik olacaq. Tam qurmuram. Vaxtımız getməsin. Əlavə bir funksiya daha, bir neçə test daha göstərmək istəyirəm. Məsələn, belə bir sual var. Deyir ki, y bərabərdir k bölünsün x funksiyasının qrafiki dk kvadrat mənfi 3/1 nöqtəsindən keçirsə k-nı tapın. Bu nə deməkdir? Yəni, mən k-nın əvəzinə k kvadrat yazsam, daha doğrusu x-in əvəzinə k kvadrat yazsam, mənim y-im mənfi 3/1 qiyməti alır. Yazıram, mənfi 3/1 bərabərdir k bölünsün k kvadrat. K ilə k kvadrat ixtisar getdi, qalır burada nə? K-da 1 bərabərdir mənfi 3-ə. Deməli, k-mız nəyə bərabər imiş? Mənfi 3-ə. K-nın mənfi 3 qiymətini də almış olacaq. Bundan əlavə yuxarıda qeyd elədik. O x-la kəsişməni dedim ki, y-in 0 nöqtəsində götürürük. Əgər mənə desə ki, o y oxu ilə kəsişmə, bu zaman mənim x-im 0 olmuş olacaq. Y-ilə kəsişmədə, o y oxu ilə kəsişmədə x 0 olur. O x oxu ilə kəsişmə deyəndə mənim y-im 0 qiymət almış olacaq. Bunu unutmuruq. Sonra belə bir
test daha çıxdı qarşıma. Əslində asandır, sadəcə yazmaq istəyirəm. Deyir ki, k böyükdür 0 olduqda y bərabərdir k bölünsün x funksiyası hansı rüblərdə yerləşir? Rübü mən izahda qeyd eləməmişdim. Burada qeyd eləmək üçün elə bu sualda seçdim. Baxın, bu birinci rübdür, ikinci rüb, üçüncü rüb və dördüncü rüb. Bu formada gedir. Yəni, sadə əqrəbin nəqsi istiqamətində dönür. Deməli, baxıram nəyə? Bizim funksiyamız k-mız müsbətdir. Mənə deyir ki, k bölünsün, yəni müsbət bölünsün x. X burada mənfi də ola bilər, müsbət də ola bilər. İndi baxıram nəyə? X əgər mənfi olsa, müsbət böl mənfi olacaq. Yəni, x mənfi olanda y də mənfi olur. Təxminən buralardır. Yəni, üçüncü rübə düşür. Ondan sonra, x müsbət olarsa, müsbət böl müsbət, hər ikisinin müsbət olduğu yer buradır. Bunlar burada görüşürlər. Deməli, k-mız bizim müsbət olarsa, bizim k-mız müsbət olarsa, k bölünsün x funksiyamız birinci və üçüncü rüblərdə keçmiş olacaq. Bu da bu formada başqa sual. Əslində sual çoxdur. Sadəcə hər bir sualı da mən burada yazmaq istəmirəm. Sizin görməkdə olduğunuz özünüzə qalacaq yeni suallar olsun deyə. Məsələn, belə bir funksiya çıxdı. Qarşıma deyir ki, daha doğrusu test çıxdı. Qarşıma deyir ki, k bölünsün x funksiyası verilib və bu funksiya 2 - 16 nöqtəsindən keçir. Mənə deyir ki, f -2-ni tap. Yəni, f -2 nə deməkdir? X bərabərdir -2 olarsa, y-in qiymətini tap. Mən bunu tapa bilərəm. Çox asandır. K-nı bilsəm, elə x-in yerinə -1 qoyuram, çıxar. Amma k-nı bilmirəm. K-nı tapmalıyam. Əvvəlcə necə tapacam? Buradan. Yəni, bu nə deyir? Deyir ki, f2 -16-ya bərabərdir. Yəni, -16-nı y-in əvəzinə qoyuram. X-in də yerinə k bölünsün 2 yazıram. Buradan k çıxırmı? -32. K-nı -32 aldıqdan sonra nə istəyirdi bizdən? F -2-ni. Yəni, y bərabərdir -32 böl -2 eləyəcək müsbət 16. Yəni, bunu bu formada da göstərə bilərik. F -2 bərabərdir 16-ya. Bu da belə. Əksər testlər bu göstərdiyim formalardadır. Yenə qarşımıza əlavə testlər çıxarsa görək. Dərs izahında daha ətraflı, dərsdə daha doğrusu daha ətraflı izah eləyərəm. Bir də belə bir funksiya çıxdı. Buna aid də göstərim kvadratik funksiyaya aiddir. Deyir ki, f(x) bərabərdir 2x kvadrat minus 13 funksiyası üçün f4 çıxılsın, yaza bilmirəm, f2-ni tapın. Əvvəlcə gətirəm, x-in yerinə bu funksiyada 4 yazıram. Yəni, 2 vurulsun, 4-ün kvadratı çıxılsın 13. 32-dən çıxacam 13-ü, 19 burada, elədir bu 19 çıxılsın. 2 yazanda 2 vurulsun 2-nin kvadratı, yenə çıxılsın 13. 4 vur 2, 8, çıxıranda -5 qalır. Deməli, mən -19-dan -5-i çıxacam, cavabım eləyəcək müsbət 24. Bu da bu formada. Əslində heç biri çətin deyil, sadəcə diqqət və biraz düşünmə tələb eləyir. Yəni, hamısı düsturdur, yerinə qoyum, hesablayım, alınacaq söhbəti deyil. Biraz düşünmək və üzərində fikir yürütmək, yaradıcı tərzdən baxmaq lazımdır. Fərqli bir pəncərədən baxmaq lazımdır. Deməli, verilənlər məsələn bu formada var ki, müəyyən bir funksiya verilib və deyir ki, aşağıdakı nöqtələrdən hansı bu funksiyanın üzərindədir. Nə edəcəm? Heç nə. Variantların hamısını bir-bir yoxlayacağam. Cavabı asanlıqla tapacağam. Yəni, burada sonsuz sayda ehtimal yaranır. Yəni, bu da bir yöntəmdir. Sən ən qısa zamanda ən doğru cavabı tapmalısan. Sənin çox vaxtın yoxdur düşünməyə. Yəni, düşünməyin ki, tutam ki, imtahandayam.
mən variantları yoxlamaq istəmirəm. Mən hamısını hesablayıb özüm tapacağam. Sənin qarşında sonsuz sayda ehtimal var. Yəni bunu da əsla göz ardı eləməyin. Sonsuz sayda ehtimal var. O ehtimalları yoxlayıb bitirə bilməzsən. Yəni bu sualın elə özü səndən tələb elədiyi, bu sualın özünün səndən tələb elədiyi odur ki, sənə 5 dənə variant vermişəmsə, gedib dağda daşda gəzmə. Al bu 5 variantı bir-bir yoxla, hansı alınırsa odur. Yəni belə işgüzarlıq eləyib də özünüzü yormayın. Həmişə çalışın ən qısa, ən optimal yolu seçə biləsiniz. Bəzən misal həllərində də tənbəl olmaq lazımdır. Bir də belə bir funksiya gördüm. Bunu da yazmadan getmək istəmirəm. Verib nə? F(x) bərabərdir x kvadrat üzərinə gəlsin 2x plus 19 funksiyasının qiymətlər çoxluğunu tapın deyir. Müəllim biz belə bir şey görmədik dərs izahında, eləmədiniz. Daha əvvəldə görmüşük. Ən böyük ən kiçik qiymətin tapılması formasından yazıram. F(x) bərabərdir. Buna baxıram ki, x plus 1-in mötərizə kvadratdır. Bunu açanda mənim 19-um yaranmır. X kvadrat və 2x yaranır, 19 yaranmır. Mən bunun üzərinə gəlirəm, bir də 18. Baxıram ki, bu funksiyanın ala biləcəyi ən kiçik qiymət elə 18-dir. Yəni, bura 0 olub, getsə 18 olacaq. 18-dən aşağı düşə bilirmi? Düşə bilmir. Yuxarı qalxa bilirmi? Bəli, qalxa bilir. Nə qədər yuxarı? Ürəyin istəyən qədər qalxar. Sonsuzluğa qədər gedir. Yəni, ən kiçiyi 18, ən böyüyü isə sonsuzluq şəklindədir. Bunu da bu formada göstərəcək. Variant da A variantımızda qeyd edək. Funksiya mövzusu belədir ki, yaz bitmir və bitməyəcək də. Amma mən burada bitirirəm. Video çox uzun olmasın. Bilirəm ki, o vaxtı çox görəndə baxmaq istəmirsiniz, həvəsiniz ölür. Hələlik bununla yekunlaşdırıram. İnşallah faydalı olmuşdur sizin üçün. Dərs izahında da qalanları göstərərəm. Sizə qaranlıq qalan, sual yaradan hər hansı bir şey varsa bir yerdə işləyər, aradan qaldırarıq. Sağ olun, salamat qalın.